Əziz musiqi sevərlər, sizi el sənətkarı, muğam ifaçısı İmamverdi Ağayevin yubileyində ürəkdən salamlayırıq, xoş gəlmisiniz deyirik. Və sizin gürültülü alqışlarınızla hörmətli yubilyarımız İmamverdi Ağayevi səhnəyə dəvət edirik. Verdim Mehmet. Yubilyarımızın şərəfinə gürültülü alqışlar istəyirəm sizdən, dəyərli musiqi sevərlər. Çox təşəkkür edirəm. Ne oldu efendim? Çox təşəkkür edirik. Buyurun İmamverdi müəllim. Necəsiz? Həyəcanlısınız? Buyurun, yubiley kürsünüzdə əyləşin. Başlayaq. İmamverdi Ağayev Lənkəran rayonunun Vəliton kəndində dünyaya göz açıb. Muğamın sirlərini atası Cəbrail kişidən alıb. Daha sonra muğamı daha mükəmməl, profesional şəkildə öyrənmək üçün musiqi texnikumunda təhsil alıb. Görkəmli ustadlardan dərs alıb. Tanrının bəxş etdiyi istedadı ilə, xoş avazı ilə ürəkləri fəth edib. Bugünkü yubiley tədbirimizi Azərbaycan suitası ilə başlayırıq. İfa edir Cəfər Cabbarlı adına Lənkəran şəhər bir saylı uşaq musiqi məktəbinin xalq çalğı alətlərindən ibarət Buta ansamblı. Ansamblın bədii rəhbəri Əli Rza Yuniszadədir.
Təşəkkürlər Buta ansamblına. Yubilyarı təbrik etmək üçün səhnəyə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini hörmətli Ülviyə xanım Əliyeva dəvət olunur. Salamlayıram sizi dəyərli həmvətənlər və təbii ki, bu gün münasibətilə bu günün təşkilatçılığına görə mən təşkilatı dəstək göstərdiyinə görə həm Lənkəran Dövlət Dram Teatrına, eyni zamanda da Musiqi Məktəbinə dəyərli Camal müəllimə təşəkkürlərimi bildirirəm və təbii ki, İmamverdi müəllim bütün Azərbaycanın tanıdığı bir insandır, bütün Azərbaycan xalqının sevdiyi bir səsdir. Çünki bilirsiniz, biz adətən bir xalqın tarixi keçmişindən danışırıq, bir xalqın dəyərlərindən danışırıq və yaxud hansı xalq daha dərin köklərə aparıb çıxaran faktları var deyə bunları müzakirə edirik. Amma bəzi məqamları unuduruq. Bir xalqın tarixi, bir xalqın keçmişi onun sahib olduğu dəyərlərin ölçüsü ilə ölçülür. Nə qədər onun sahib olduğu dəyərlər dərindirsə, əhatəlidirsə, tarixin uzun qədim yaddaşından bizə boylanıb baxırsa, o xalq o qədər tarix qədimdir və əbədidir onun yaşaması. Azərbaycan xalqı, Azərbaycan ərazi baxımından da, coğrafi baxımından da, eyni zamanda insanları baxımından da dünyanın ən qədim xalqlarından biridir. Biz bunu sübut etmək üçün nə etməliyik? Elə dəyərlərimizdən ən mükəmməl olan musiqimizə nəzər salmalıyıq. Azərbaycanın musiqisi, tarixin yaddaşından bugünə qədər süzülüb gələn və həqiqətən də tarixin yaddaşında əbədi bir iz buraxan musiqisi. Azərbaycan muğamının məncə dili bütün dünyada anlaşılır. Dünyanın bütün xalqları bu muğamı dinlədikdə gözlərindən yaş, qəlblərindən o sevgini əsirgə bilmirlər. Təbii ki, muğam böyük bir sənətdir, muğam bir xalqın keçmişidir, muğam bir xalqın tarixidir, amma muğamı dinləndirən o sehirli səslərin sahibi isə həqiqətən də bizim mənəvi sərvətimizdir. İmamverdi müəllim o sərvətin bizə bəxş olunmuş, Lənkəran cəmaətinə bəxş olunmuş o sərvətdir və ən qiymətli o sərvətlərdən biridir. Mən onu tanıdığım bu uzun illər təhsildə işlədiyim müddətdə, onu tanıdığım bu müddətdə musiqiyə təmənnasız xidmət edən, həqiqətən də insanları səsinin sehrinə valeh edən, böyük, dərin bir daxili zənginliyi olan bir insandır. İmamverdi müəllim, çox sağ olun ki, varsınız. Bu Dağlar oğlunun səsi bütün Azərbaycana səs salıb. Muğamı insanlara o qədər sevdirib ki, biz artıq muğamı Lənkəranlılar olaraq onun səsində dinləməyi sevirik. Bütün tədbirlərin təmənnasız iştirakçısıdır. Bütün tədbirlərdə heç bir, necə deyim, bir çağırışa o tədbirlərin sevə-sevə həm iştirakçısı olur, həm də öz komandasıyla orada iştirak edir. Və bundan əlavə bu sənətin davamçılarının yetişdirilməsi üçün əlindən gələni əsirgəmir. İmamverdi müəllim, bir musiqiçinin, bir sənətkarın, bir söz ustasının, bir muğam ustasının düşünürəm ki, ən böyük qazancı insanların sevgisidir. Bax, bu sevgi sizin əllərinizdən tutub, sizi bugünə qədər gətirib və düşünürəm ki, bizim hər birimiz insanların hər biri olaraq dünyada əbədi yaşamaq haqqımız yoxdur. Təbii, bir gün gedəcəyik. Amma bu sehirli səsin sahibləri və bu sehirli muğama xidmət edən insanlar bu dünyada əbədi qalacaqlar. Çünki onların səsləri insanların yaddaşında qalacaq, bugünkü texniki o imkanlarla qorunub saxlanır, nəsillərdən nəsillərə ötürülür. Azərbaycan dövləti də bugün muğamın inkişafına göstərdiyi xidmət hər birimizin gözün qabağındadır. Elə bu günlərdə Ağdam Muğam Məktəbinin açılması düşünürəm ki, təkcə Azərbaycanda yaşayan 10 milyonluq Azərbaycan xalqına yox, dünyanın hər yerində yaşayan xalqımızın hər bir nümayəndəsinə böyük bir hədiyyədir. Var olun İmamverdi müəllim. 65 yaş nədir ki? Allah sizə uzun ömürlər qismət eləsin. Gün o gün olsun ki, sizin nəvələriniz, nəticələriniz 100 yaşında bax sizin bu səhnəyə qalxmağınıza kömək eləsinlər. Xalq sizi o yaşda da sevə-sevə alqışlasın. İcazənizlə mən sizə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının təbriklərini çatdırım və onun sevə-sevə sizə bugün göndərdiyi bu fəxri fərmanı sizə təqdim edirəm. İmamverdi müəllim, onun adından, bu təbrik artıq onun adındandır və sizin sənətimizə, sizin səsinizə, sizin o səsinizin sehrinə hesab edin ki, Lənkəran xalqının olan bir sevgisinin təcəssümüdür bu. Bir daha təbrik edirəm sizi. Can sağlığı arzulayıram sizə.
Və düşünürəm ki, siz bizə lazımsınız. Allah sizi qorusun. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Mənim də təşəkkürümü cənab başçımıza çatdırasınız. Sağ olun. Şur təsnifi ifa edir İmamverdi Ağayevin tələbəsi olmuş qardaşı Rüfət Ağayev. Ürəyimdə o qədər sevgi varımdır vətənə ay balam. Ürəyimdə o qədər sevgi varımdır vətənə. Necə ki bülbül şeydan olur aşık çəmənə. İndi Fərhadı gərəkdi mən olaydım bugünü. İndi Fərhadı gərəkdir mən olaydım bugünün. Necə ki bülbül şeyda olur aşık çəmənəm. Gəl Züleyxada vəfay olsaydı aləmdə. Gəl Züleyxada vəfay olsaydı aləmdə. Cövrlər qılmaz idi Yusif-i Gül Pirhənəy. Ey könül, ey könül qan olasan, eşqə məni sən saldın. Səndən oldu o pərih göhrə cəfa qıldı mənə. Nə olar vahid, nə olar yar vahid, azacıq sakit olan məclisimiz. Şür dəstgahını xahiş edək tərzən ey əzim, qarşıdan gəl görəyim, gəl gəl ayağıma. Saçımızın hərəyim, gəl gəl ayağıma. Sənin kimi zalimə, gəl gəl ayağıma. Nasıl könül verəyim, gəl gəl ayağıma. Ateşim var gülüm ya, bülbül oldum gülüm ya. Ateşim var gülüm ya, bülbül oldum.
var gülüm yar, bülbül oldun gülüm yar. Ateşin var gülüm yar, bülbül oldun gülüm yar. Bu eşke düşeni Allah Allah gülüm yar. Bu eşke düşeni Allah Allah gülüm yar. Bu eşke düşeni Allah Allah gülüm yar. Ben bu eşke düşeni Allah Allah gülüm yar. Arazbarı ritmik muğamı ifa edir İmamverdi Ağayevin tələbəsi Uğur Quliyev.
Müəllimə baxın. Uğura, uğurlar olsun. Bayatı Şiraz təsnifləri ifa edir Əli Hüseynov. Sevgisiz gül çiçeği bitmez ey gönül. İnsan muradına yetmez ey gönül. Sevgisiz gül çiçeği bitmez ey gönül. İnsan muradına yetmez ey gönül. Neden değil bilmirəm, yetməz ey gönül. Neden değil bilmirəm, yetməz ey gönül. Başımda sevdası ilk məhəbbətin. Başımda sevdası ilk məhəbbətin. Mən onu sevmişəm bir ilk baharda. O məni tərk etdi oranda qarda. Mən onu sevmişəm bir ilk baharda. O məni tərk etdi oranda qarda. Hər yarana sağalır eline değmemiş olmam ben. Döydü kapımızı hiç onun eli. Durumun vefası hiç mehbetli. Durumun vefası hiç mehbetli. Durumun vefası Günahçılar on gülürəm kimi Her gün açılan on gülürəm kimi olmaz
gülü şeytan kimi olmaz. Millerce Minlərcə gözəllər bu dünyaya gələ birdən. Mən sevdim o şuhidlərə olmazım. Güldən o təmənnanı ki bülbül qılır hər dəm. Güldən o təmənnanı ki bülbül qılır hər dəm. Min başqa təmənna bu təmənna kimi olmaz. Fəxr eyləməsin öz sevdiyi Leylasına Məcnun. Min Leyli gələr əgər bu Leyla kimi olmaz. Vahid demə, vahid deməyən çox ətirli günlər yetişibdir. Hər ətli gələn əmbəri sara kimi olmaz. Aman 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 Hər evdən səs gəlir, ol mənə mehmal. Gəl içə gətirirdi rəngli çayından. Ey barlı baxşalı, yamyaşıl şəhər. Hər səhər salam var səni göytəzər. Şöhrətin var sənin, qüdrətin var sənin. Düşər diyarda ya, bizim diyarda. Şöhrətin var sənin, qüdrətin var sənin. Düşər diyarda ya, bizim diyarda. Rəhbətlim onun sanına, yalışıl çayları. Şahnaz təsnifini ifa etmək üçün səhnəyə Xatirə Şabanovanı dəvət edirik.
Dilkeş təsnifi oxuyur Əsəd Məmmədov. Ey tabibim daha yok derde devamın neyni tabibim daha yok derde devamın neyni O tutuyup alışmadadır cismi de canım neyni Gece ta sübhe kadar ah fekan etmedeyim Gecədən sübhə qədər ah-ı fəqan etməkdəyəm Dayanır dövr eləmir nəbzidə qanım neydir Şiyalada xudam yerdə köməyim sənsən Şiyalada xudam yerdə köməyim sənsən Səndən özgə yoxdur bir kimsəyə zərrə gümanım neydir Enverem sabredirem Çün hələlik var nəfəsim Enverem sabredirem Çün hələlik var nəfəsim Ürəyimdə dövr eləməyən Dövr zamanın eyniməm anamayan Vedad Nemayan aycan aman ey Bir bülbülem
xoş nəfəsliyim, həm də min bir bahar fəsliyim. Bir biləyim xoş nəfəsliyim, həm də min bir bahar fəsliyim. Xoşlanıram dar nəfəsliyim, bağban məni yaralayım. Xoşlanıram dar nəfəsliyim, bağban məni yaralamam, çəmənlərdən aralayım. Bir çiçəyəm aldım aşım, üstəki şəhüzü qaşım. Bir çiçəyəm aldım aşım, üstəki şəhüzü qaşım. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, çəmənlərdən aralayım. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, öz elimdən ayrılamayım, çəmənlərdən ayrılamayım. Bir bulağın suyun sənin, dağ dəşidir yıldırım əliyim. Bir bulağın suyun sənin, dağ dəşidir yıldırım əliyim. Müjdəsiyəm nəğmələrin, bağban məni yaralayım. Müjdəsiyəm nəğmələrin, bağban məni yaralamam, çəmənlərdən aralamam. Bir çiçəyəm aldım aşım, üstəki şəhüzü qaşım. Bir çiçəyəm aldım aşım, üstəki şəhüzü qaşım. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, çəmənlərdən aralamam. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, çəmənlərdən aralayım. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, çəmənlərdən aralayım. Sevmirəm boranı qışı, sevmirəm mən boranı qışı. Külək məni yaralamam, çəmənlərdən aralamam, çəmənlərdən aralamam, öz yurdumdan aralamam. Simay Şems muğamını ifa etmək üçün səhnəyə Seyid Ağayev dəvət olunur.
Vahid bu qədər ki Vahid bu qədər ki var səndə eşq məhəbbət Dünya qocalıb geçər Çətin sən qocalasan aman 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 Gülşəndə fəqat eylər şəmbül şeytan Gülşəndə fəqat eylərkən bülbül şeytan Bülbülə bülbül gülə gülzara dolaşmış Bülbülə bülbül gülə gülzara dolaşmış Gül gülündən ayrılır Gül gülündən ayrılır Bülbülündən ayrılır Heç yaşam ayrılır Gül gülündən ayrılır Bülbülündən ayrılır Heç yaşam ayrılır Heç yaşam ayrılır Meydanı məhəbbətlə gəzərsən kimi şeytan Meydanı məhəbbətlə gəzərsən kimi şeytan Dilbərə dilbərkinə gülzara dolaşmış Dilbərə dilbərkinə gülzara dolaşmış Ey Həbibim Ey Həbibim Ey Həbibim Ey Rəfiqim Ey Həbibim Ey Kəbibim Ey Rəfiqim Ey Rəfiqim İndi isə şair Ağamir Cavadın yubilyarımıza həsr etdiyi qəzəlini ifa etmək üçün səhnəyə Lənkəran Dövlət Dram Teatrının aktyoru, prezident mükafatçısı Allahverən Babayevi dəvət edirik. Dəlməsin bağrımı qoy, həsrətimin qara oxu. Ayman şövqə gəlib, bir də zəmin xara oxu. Çiçeğin üstə düşən şeh, gecənin göz yaşıdır. Bəlkəsi gah eləyir dərdimizə çarə, oxu. Gülü məftun eləyən bülbülün eşq naləsidir.
Daşı mum etmiş odu təsir edər yarə. Oxu. Ucalıqdır baş əyirsənsə xuda dərgahına, vəslinə yetmək üçün yalvara yalvara oxu. Dözümüm qalmadı, qoyma acı rüzgar əsə, tükənən səbrimi gəl çəkməginən darə. Oxu. Kökləyib tarını tarzən, səni gözlər ayman. Qulaq as, şövqə gəlib üsyan edər tarə. Oxu. Ağamir həsrət oxundan yarə almış dözmür. Yarənin üstə vurma təzə bir yarə. Oxu. İmam müəllim, təbrik eləyirəm. İnşallah elə burada, bu zalda, bu məkanda Allah qoysa sizin 70 illik yubileyinizi keçirək. İndi isə qarşınızda çıxış edir hörmətli yubilyarımız, gözəl sənətkarımız İmamverdi Ağayev və tələbələri. Necə qalmışdı? Tək üzərsən, necə xoş görünər, Türkeysən, yarın üzərsən. Necə xoş görünər, Türkeysən, yarın üzərsən. Axar bulağlar, axar bulağlar, güllərə şəkləyər, ey gül. Gözümdə ağlar, gümüş bulağlar, duman, duman, duman. Aman aman dağlara duman, bir ebedine aman. Aman aman dağlara duman, bir ebedine aman. Yaylaqda yanar, aranda üşürsən. Yaylaqda yanar, aranda üşürsən. Sənə and içərəm, tez gələrəm, məni düşürsən. Sənə and içərəm, tez gələrəm, məni düşürsən. Axar bulaqlar, axar bulaqlar, güllərə şəklənər, ey gül. Gözümdə ağlar, gümüş bulaqlar, duman, duman, duman. Aman aman dağlara duman, bir ebedine
Qılmaz rəha giryan gözüm israfına Rəfi aləmdə yudum Rəfi aləmdə yudum Eşklə məcnun adımı Ey Füzuli Ey Füzuli Mən dəxi aləmdəyəm Bir ad eylərəm Yar aman 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 yavrum Aman aman yavrum Ay aman 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 yavrum aman aman yavrum Gülşi qayıl Eki bilirsən özünü vaqifi kayar Agah oyal gör ki nədir Naleyney nəğməyi tayar Nədir oyal kuş olan Sübdə bu naleyi sayar Ki sədasından olum Qavrət olub səbri qərayar Açmasam pərdəni Hər pərdədə var minəstayar Qoymaz ayol talim qəmni Niyə ya huşindəyəm Qoymaz ayol tarim qəmni Niyə ya huşindəyəm Düşməz ayol xanə bərəyəm Dağcələriyəm duşindəyəm Huş iləyəm Quş edəyən hər kimsə gedər huşindəyəm Huş ilə quş edər Hər kimsə gedər huşindən Pəmbəyə qəfləti çəksən Dəxi dayayam quşindəyəm Ta ki əsrar nihanaya Olasan bəlxırdaya Dəxmi Davud iləyəm Könlü qıyan xürrəmsən Ləhmi Davud iləyəm Könlümü qıyan xürrəmsən Əlki baminə gözün Nəğməni tolsünləmsən Olmadan aləmli Qıləmdən özvəm kəmsən Kəsb eylə elim Ədəm feyzünə gəl Adəm sən fəxim qıyan Gör ki nə deyəm Musiqi musiqa Yar aman aman Ah yar aman aman Yar aman Evdən Yar can Yar Duygularım diye geldi gene Ey insanlar bulamasın mənə
Hörmətli tədbir iştirakçıları, əziz musiqi sevərlər və sənətinin işığına toplaşdığımız yubilyarımız İmamverdi Ağayev. Bir daha sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Sizə sağlam, uzun ömür arzuluyuruq. Sizə musiqi sənətimizin inkişafındakı bu xidmətlərinizə görə sadəcə böyük hərflərlə ürək dolusu təşəkkürlərimizi bildiririk. Təşəkkür edirik Cəfər Cabbarlı adına Lənkəran şəhər bir saylı musiqi məktəbinin xalq çalğı alətləri ansamblına, buta ansamblına, bədii rəhbər Əlirza Yuniszadəyə, bugün canlı ifaları ilə könlümüzü oxşayan bütün ifaçılara təşəkkür edirik. Sənət adamlarına həmişə qayğı göstərən, həmişə diqqətdə saxlayan Lənkəran şəhər icra hakimiyyətinə, icra hakimiyyətinin başçısı hörmətli Talih Qaraşova, təşkilati dəstəyə görə Lənkəran Dövlət Dram Teatrına, rəhbərliyinə ürəkdən təşəkkürlərimizi bildiririk. Bir daha yubileyiniz mübarək olsun İmamverdi müəllim. Sizə təşəkkür edirik əziz sənətsevərlər. Çox sağ olun. Çox sağ olun, hörmətli qonaqlar. Xoş gəldiniz. Çox böyük əziyyət çəkdiniz. Bu tədbirdə iştirak elədiniz. Mən bütün dostlara, bizim rayonun rəhbəri Talih müəllimə təşəkkür edirəm. Ülviyə müəllimə təşəkkür edirəm ki, bu işə dəstək oldular. Bu iş çox uğurla yəqin ki keçdik. Xoşunuza gəldi mi? Canlı konsert. Teatrımızın direktoru Lalacar xanıma, onun kollektivinə təşəkkür edirəm. Bizim Aynur xanıma, aparıcımız və bizim çox dostlarımız, qonaqlarımız gəlib, Lerikdən gəlib, Masallıdan gəliblər, Lənkərandan gəliblər, bizim əzizlərimiz burada iştirak edir. Hamısı burada danışa bilmir. Yəni, yəqin üzrlü sayın. İndi bəzi dostlar deyir, hədiyəmiz var, birinin şeir hədiyəsi var, birinin nə bilim, bu da gətirib qoyub da uşaqlar, vallahi mən xəcalat çəkirəm, var olun əzizim, utanıram, siz məni bağışlayın, sizə əziyyət vermişəm. Öz millətimə, öz xalqıma, öz Lənkəranımıza xidmət edirəm. Çünki orada bizim Cəfər Cabbarlı adın musiqi məktəbinin direktoru Camal müəllimə təşəkkür edirəm ki, baxmayaraq mən məktəbdən getmişəm, anında Camal müəllim həmişə dəstəkdir. Mən də həmişə onlara dəstəyəm inşallah. Nə qədər ömrüm varsa, o musiqi məktəbi burada yaşayırsa, fəaliyyət göstərirsə, mənim də həyatım ora bağlıdır və borcluyam ki, bu balaca balalarımız gəlir, orada təhsil alırlar və öz vətəndaşlıq borcumu yerinə yetirəm. Burada mənim çox dəyərli qardaşlarımız var. Vallahi Sadıq müəllim, tanıram, deyir, şeir yazmışam, çox üzrlü. Bu şeiri dinləyim. 3 dəqiqə xahiş edirəm, 3 dəqiqə. Əvvəl verim sizə salamı. Salamdır hər fikrin, hər sözün canı. Salamdan qiymətli bir kəlam hanı. Qardaşımın yubileyinə xoş gəlib hamı. Mən təqribən bir 15-20 il bundan əvvəl Bələtonda toydaydım. Hörmətli Habil müəllim məni masalda görmüşdü və öz uşağının toyuna dəvət elədi və orada gedib görəndə ki, o uca dağ başında tar, kaman təəccüb elədim. Və birazdan da toy başlananda bir gözəl səs eşitdim. Və o zaman elə orada bir qaralama şeir yazdım. Xahiş edirəm, bugün indiyəcən deməmişəm onu İmam müəllimə. Yazdım ki, buna səsdir, buna möcüzə, səsin gözəlliyi qarışıb sözə, qorxuram bəd gözlər gətirsin gözə, dost sevilsin, düşmən qəlbin dağlasın, oxu iman, səni Allah saxlasın. Ata övladına gözəl ad verər, Allah sevdiyinə istedad verər, el-oba sənətkara qol qanad verər, sözlə şeir vəhdət bağlasın, oxu iman, səni Allah saxlasın. Sadıqın dilinin əzbəri sənsən, musiqi xəzinə, dəyəri sənsən, Bələton elinin gövhəri sənsən. Elə oxu, bülbüllər dağlasın, oxu iman, səni Allah saxlasın. Sadıq müəllim, çox sağ olun. Bu insanlarda heç vaxt bəd göz ola bilməz. Düzdür, Allah qorusun bizim hamımızı, burada iştirak edənləri. Bu insanlar ki, mənə o qədər məhəbbət göstəriblər, bunların gözü heç vaxt mənə dəyməyəcək. Çox sağ olun əzizim. Var olun, sağ olun, öpürəm. Öpürəm, bağrına basın, sağ olun. Sağ olun, sağ olun. Sağ olun.
Çox hörmətli tədbir iştirakçıları, əziz musiqi sevərlər, bir daha hər birinizə təşəkkür edirik. Gələn görüşlərə dək deyirik sizlərə. Sağ olun. Lənkəran şəhər bir saylı musiqi məktəbi, Cəfər Cabbarlı adına Lənkəran şəhər bir saylı musiqi məktəbinin hazırladığı bu tədbir və icra hakimiyyətinin, Lənkəran Dövlət Dram Teatrının dəstək olduğu bu tədbir möhtəşəm keçdi. Bütün onu sevənlər, bütün sənət adamları bu tədbirə toplaşmışdı. Salonda tamaşaçı əlindən yeri yox idi. Bu elə İmamverdi Ağayeva olan sevginin nəticəsi idi. Və doğrudan da bu gün onun tələbələrinin və özünün oxuduğu muğam və musiqi nömrələri hamıya zövq verdi və bir daha o xalq tərəfindən, hamı tərəfindən böyük bir sənətkar olduğunu təsdiq etdi. Ona uğurlar arzulayırıq. Mən Məmmədzadə Məmməd, İmam müəllimin tələbəsi olmuşam. Uşaq vaxtlarında muğamın sirlərini mənə öyrədib, sağ olsun. Mən də onu təbrik edirəm, ona uzun ömür, can sağlığı, 65 illiyini keçirdir. İnşallah gün-o-gün olsun, onun 100 illiyini, 70 illiyini, 80 illiyini qeyd eləyək. Bugünkü tədbirdə çox gözəl keçdi, təmtəraqlı, konsert şəklində oldu. Hər şey gözəl. Mən Ağayev Rüfət Cəbrailoğlu, Lənkəran Musiqi Məktəbinin xanəndə müəllimiyəm. Bugün çox sevimli bir gün oldu ki, bizim gözəl sənətkarımız İmam müəllim, həm də böyük qardaşım, atamın yerindədir. Allah ona can sağlığı versin. Onun bugün 65 illik yubileyidir. Onu səmimidən qəlbdən təbrik edirəm. Ona can sağlığı. Gün o gün olsun ki, inşallah 70 il yubileyini burada keçirdək inşallah. Çox möhtəşəm oldu. Çox gözəl. Bütün gələn qonaqlar, zal demək olar ki, dolu idi. Gələnlərə Allah can sağlığı versin, Allah onları qorusun. Siz də çox sağ olun. Qardaşım üçün dünyada ən yaxşı arzularım, xoşbəxtlik, uzun ömür, can sağlığı arzu edirəm. Çox sağ olun qardaşım.